Salam herkese. Fabelik'in yeniliklerini sipariş etmişim. İlk önce başlamak istedim bu iki şampundan. Biri her yaş kategoriyasında da biri anti-aging'dir. Deməli bu anti-aging olan nə edir? Saçların ağarmasının qarşısını alır, saçların diblərini bərkidir, tökülmənin qarşısını alır, tez uzadır, saçları parlaqlıq verir, tərkibi kislorod və peptiddir və saçları qoruyur. Belə. Bu isə bütün tiplər üçündür. Bu da eyni şəkildə eyni funksiyanı yerinə yetirir. Sadəcə fərqləri odur ki, bu saç ağarmasının qarşısını alır. Demirəm ağ saçları qaraldır, yox, amma ağarmasının qarşısını alır. Tərkibini də oxumuşam, tərkibləri çox qəşəngdir. Tərkibində imini sodium lauret sulfat yoxdur, amma onun daha yumuşaq versiyası olan sodium laurel sulfat var. Yəni o daha yumuşaq olduğu üçün saçlara da ziyan vermir. Və belə bir saç serumu sifariş eləmişəm. Mən 3 ədəd paçka sifariş elədim. Çünki içində 6 dənədir. Biri bir dəfəlikdir. Saytda oxudum ki, kurs üçün 3 dənəsini sifariş eləmək lazımdır. Bu nə edir? Saç dökülməsinin qarşısını alır. Saçları yəni bərpa edir, diblərini və sonra isə nə edir bu? Bunun tərkibində niasinamid falan, pantenol, alantayın falan da var. Saçları yumuşaq edir və yağlandırmır. Niasinamid olduğu üçün saçları yağlandırmır. Yumuşaq edir, bəsləyir, saç tökülmənin qarşısını alır və yeni tüklərin çıxmasına səbəb olur və saç diblərini bərkidir və bununla da saçlarınız tez bir şəkildə uzanır. Yuyulmayan bir vasitədir. Saçlarınızı yuyandan sonra tətbiq edirsiniz, masaj edirsiniz, qalır saçlarınızda. Bir ədəd də belə bir maska sifariş elədim, hansı ki saçları yazıldığına görə daxildən qidalandırır, saçlara təbii parıltı verir və bu verdiyi bu nəticə, yəni bu qulluq nakapitini, yəni getdikcə yəni saçlarınızı bərpa edir, yəni qalıcı effekt verir. Belə bir 200 ml maskadır. İnşallah ki bitənlərdə ətraflı məlumat verəcəm. Bunları kompleks şəkildə istifadə etməyi düşünürəm. Və bir ədəd göz üçün krem aldım. Deməli bu kremi gözün həm altına vurursan lifting effekti verir, həm də üstünə vurursan gözün üstünə, hansı ki o düşən qapaqları vaxt keçdikcə qaldırır. Belə bir kremdə deyirlər ki, yəni saytda yazılanları deyirəm və mənə də maraqlı gəldiyi üçün bunları aldım ki, istifadə edim. Məhsulum az olduğu üçün video çəkməyə ehtiyac görmədim. Sadəcə short çəkirəm. Ümid edirəm ki, Fabelik'in yeniliklərini bəyənərəm. Əgər bəyənərəmsə, zaten bitənlərdə də və yaxud da istifadə ola bilər ki, istifadə eləyərəm. Elə yarıya çatanda da bir məlumat verərəm. Amma başlayacağım artıq istifadə etməyə. Ümid edirəm ki, bəyənərəm və ümid edirəm ki, mənim bu həyatdan küsmüş saçlarıma bu məhsullar kömək eləyər, pulum hava yerə getməz. Bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.